biz yenə də Qarabağnamə kanalı olaraq öz ənənəmizə uyğun elimizin qəhrəman oğullarından biri haqqında söhbət açmaq istəyirik. Onunla siz də yaxından tanış olun. Böyükşiyev Qənimət Məhəmmədoğlu 1964-cü il yanvarın 25-də Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuşdur. O, Kəhrizli kənd orta məktəbini bitirdikdən sonra Rusiyanın Vladivostok şəhərində hərbi xidmət keçmişdir. Ölkəmizdə müharibəyə başlayan vaxtı Qənimət könüllü olaraq cəbhəyə yazılır. Onun döyüş yolu Füzulinin bir neçə kəndindən, o cümlədən Aşağı Veysəlli, Qacar, Seyid Əhmədli, Qaramətli və digər kəndlərindən keçirdi. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarının birində Qənimət qılıcından yaralanır və döyüş yoldaşları ilə birlikdə 25 gün mühasirədə qalır. Yaralanmasına baxmayaraq, bir müddətdən sonra Qənimət yenidən cəbhəyə üz tutur. O, 1994-cü il martın 25-də Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndində torpaqlarımızın müdafiəsinin uğrunda gedən döyüşlərin birində qəhrəmancasına şəhid olur. Özündən sonra 2 evladı yadigar qalır Qənimətin. Atasının adını daşıyan balaca Qənimət, atası şəhid olandan bir ay sonra dünyaya göz açır. O gündən həyat yoldaşı Gülxanım övladlarını atasız böyütməli olur. Həyatın bütün çətinliklərinə sinə gələn bu xanım cəmiyyətə layiqli övladlar yetişdirib təhvil verir. Bugün şəhid atasının adını ləyaqətlə daşıyan Qənimət şərəflə qanun keşiyində dayanır. Hər il Qənimətin ailəsi, nəvələri Beyləqandakı şəhidlər xiyabanına gəlib onu ziyarət edirlər. Bu gül balalar indi qəhrəman babaları ilə fəxr edirlər. İndi nəinki Qənimətin yaxınları, onu tanıyanlar, hətta bütün el oba Qənimətlə fəxr edir. Nur içində yat, elimin igid oğlu.